Niyə atalar çox vaxt unudulur? Hamımız eşitmişik. Ana müqəddəsdir, cənnət anaların ayaqları altındadır və s. Bəs ata? Niyə çox vaxt onu xatırlamırıq? Halbuki, ailənin bütün ağırlığını səssiz və təmkinlə çiyinlərində daşıyan odur. Ata, ən az qiymətləndirilən və ən çox unudulan insandır. Onu, əsasən pul lazım olanda, evdə hər hansı nasazlıq və ya təmir işi görülməli olduqda, ağır yük daşımaq gərəkəndə yada salırıq. Atanı yalnız ata kimi deyil, həm də ailənin başçısı və ər kimi təsəvvür etmək vacibdir. Onlar güclü görünmələrinə baxmayaraq, əslində çox həssasdırlar. Xüsusən də 40 yaşdan sonra kişilərin sağlamlıq və həyat riski daha da artır. Ətrafımıza nəzər salsaq, çox vaxt belə mənzərə görürük. Ana var,